Salam əziz dostlar, bir də kanal izləyicilərimiz. Bugünkü gün emalatxanamıza yeni invertarlar daxil oldu, yeni alətlər. İstəyirəm birlikdə incələməsini eləyək. Dostlar, bu Siyomnikdir, bildiyimiz kimi. Bunu gələcək videolarımızda testini eləyəcəyik, yoxlayacaq. Bu qoruyucu maskamızdır. Qumlama işində bizə lazım olacaq və yaxud Lagondo ilə işləyərkən qoruyucu maska kimidir. Dostlar, burada görürsünüz nəfəsliyi də var. Nəfəs almaq üçün havası da var, yeri var. Bir də dostlar, buna Pescostroyni pistolet deyir, pnevmatik. Yəni hava ilə işləyən qumlama tapancasıdır. Dostlar, bu hava ilə bunun içinə qum tökürük. Gəlin bunu birlikdə qoşmağın göstərim. Sonra çıxaq çöldə bunu qumlama iş aparaq, görək. Effekt verir, birlikdə baxacaq, görəcəyik. Dostlar, deməli qapağı var, qapağını açırıq. Burada bu 2 ədəd belə bir şey çıxdı. Dostlar, baxın. İçindən 2 ədəd belə bağlamaq üçün rezbalı. İndi göstərəcəm bu ikisi hara bağlanır. Bir də o bağlamaq, o rezbaları bağlamaq üçün şesti kranik, 6 künclü haçarımız çıxdı içindən. Bir də belə qoşmaq üçün, dostlar, pistoleti belə bura qoşmaq üçün, birlikdə qoşacağıq, qoşmaq üçün. Ştuçerdir. Bunun içində saniki var. Birlikdə saniki çıxardaq. Çıxacaq mı? Gördüyümüz sanikdir, dostlar, belə. Bunu ilk növbədə taxacağıq bura. Bu hissədən qum tökülür. Qum bunun içindən, qumu bura dolduracağıq. Qum buradan töküləcək. İndi göstərəcəm o necə taxılır. Saniki ilk növbədə taxırıq yerinə. Otuzdururuq. Sanik öz yerində otdu. Sonra pistoletin burasında qoruyucu rezin var. Bunu çıxardırıq, dostlar. Bunu bura indi aldıracağıq rezba ilə. Yəni bunu funla, dostlar, eləyək ki, oradan sızma olmasın, hava sızıntısı olma. Hava nə qədər güclü vursa, bir o qədər də yaxşı qumlama iş aparacağıq. Funla bağışlayın. Fundan beləncik o tərəfə bağlanacaq da bu. Bağlanacaqsa belə. Qoy. Bu tərəfə bağlanacaqsa belə bağlayaq. Bəli. Su deyir ki, havadır bu. Qorxusu yoxdur. Bir balaca bağladıqsa tutacaq onu. Baxın. Baxın. Deməli bunu hissəyə aldırırıq. Bu arada kompresorımız da çöldə işə düşdü. Gördüyümüz kimi. Açarlardan bunu bərk sıxmaq lazımdır, dostlar. Açar gərək götürəydim. Gedim açarı gətirim, bunu bərk sıxım. Bəli. Açar gətirik, belə bir açarla. Bunu sıxaq. Bəli. Çox sıxmayın ki, sındıra bilərsiniz. Bunu apar yerinə qoy. Sonra dostlar, gördüyümüz kimi salnikləmişik bunu. Bunun bu hissədən belə. Burada yeri var. Bunu taxmağa, bura taxılacaq. Burada da qumlamanın qum getmək üçün dəliyi var. Fikir verə bilirsinizsə. Krant açırıq. Bu qumlama üçündür. Bu da havanı təmizləmək üçündür. Bu hal-hazırda bağlıdır. İndi bunu belə arxadan, geridən qoyduqdan sonra daxil edirik öz yerinə. Daxil etdikdən sonra dostlar, nə edəcəyik biz? Deməli, bunu qoyuruq bura. Yaxınlaşdıraq bir balaca. Görəsiniz aydın şəkildə.
Bu bayaq göstərdiyim sizə. Burada 2 dənə görürsünüz, fikir verirsiniz, vermirsiniz. Videoda bilmirəm nə dərəcədə. Aha, görsənir deyəsən. Bax bu iş. Bunları ora bağlayırıq ki, hava sıxılıb bu şeyi geri tullamasın. Ona görə də bunları bura bərkidirik dostlar. Ya, sıxaq bunu. Biraz sıxılır dostlar. Bu bir. Digər də qabaq qarşı tərəfi. Tərpətməsən bir dənə sabit qoy. Belə göstərəcəm mən kameraya. Yunus, sən qumu gətir, hazır qoy. Gedək testə. Bəli, bu da bura sıxılandan sonra dostlar. Demək olar ki, tam hazırdır. Buradan belə açanda qum gedir dostlar. Qumu doldururuq bunun içinə. İndi gedib birlikdə dolduracaq. Buradan açanda qum təmizlənir. Qum buradan bura tökülür. Buradan da hava. Bundan da sıxdıqca hava ilə vırırıq. Bir də ki, bu qoruyucu maskadan istifadə edək ki, gözümüzə qum dolmasın. Bəli. Bəli, budur. İndi isə çöldə gördüyümüz kimi davam edək dostlar. Kompresörü boşaq. Bəli, bu boşuldu. Gördüyümüz kimi. Bu bizim qumumuzdur. Qumumuzdur. Qumumuzu dolduraq. Açılır ağzını. Bir şey gerek. İçerdik. Neydi yok. Qumu doldurmamı. Qum doldurmağa gerek bir neyse götürərdi, yiyəcək keçdik. Saxla doldururum. Gördüyümüz kimi qumun hissiyəcən, yarıyacan doldurdum. Kapağını bağlayırıq. Şlankı taxıb. Gördüyümüz pasta açarı görürsünüz. Belə bir pasta açarı var. Bunun üstündə test edək görək. Pası təmizləyir, təmizləmir. Birlikdə yoxlayacaq orada. Bəli, budur. Gördüyümüz kimi. Keçdi bura. Fırla bura digər tərəfə. Başlayaq. Açırıq krantı. Açdıq onu da. Baxın.
hissəsinə vuracam. Baklar. Evet, var gördüğünüz gibi sarı hissələri çıxardı. Bakın dostlar, bir hissəsi qaradır, bakın. Bir hissəsini təmizlədi, ağartdı. Ağardı. Evet. Restavrasiyadan sonra dostlar, yani tam ağartmadı. Oya. Deməli gördüyümüz kimi dostlar, əvvəlki vəziyyəti, bax belə qara idi. Bax burada saxlamışam qaraları, tam ağartmadım. Amma burada görürsünüz, pası təmiz-təmizləyib, buralarda qalıb. Əvvəlki vəziyyəti ilə indiki vəziyyəti görürsünüz, ağlığı. Deməli dostlar, bu test nəticəsində nəyə nəticə əldə etdik? Deməli, bu testdə biz nə nəticə əldə etdik? Qumu diqqət edilməli nöqtə var. Qumu seçərkən narın çalışmaq lazımdır ki, narın olsun. Qumun içində daş dənəsi, iri dənələr olmasın. Əks halda gördüyünüz kimi videoda başıma gəldi. O gedir orada, düşür onun kanalına, qoymur narın qumu getməyə. Bu şeyə diqqət edəcəyik, ay dostlar. Buna diqqət etmək mütləqdir. Buna fikir verəcəyik. Mən qumu elə belə tapdım. İndi inşallah o qumu əliyəcəm. Gələcəkdə o narın qumdan istifadə edəcəm. Yəni işləməyə üstü balaca əşyaları restavrasiya polun eləmək olar dostlar. Məngənəvizi və yaxud nəyivisinizsə o ilə restavrasiya edə bilərsiniz. Yaxşı, sağ olun. Gələn videolara qədər.